Bugün gedirik kəndə bayram təmizliyi eləməyə, görək başımıza nələr gəlir. Ata cüceler hara gedir? Cüceler daha kende geliyor. Cücələri və anamın əmanəti olan toyuqları da götürüb yollanırıq kəndə. 20 gündən daha kesesi kim olacak? Cücələri də təzə evi ilə tanış elədiyimizə görə keçə bilərik əsas məsələyə. Hər kənd evində olduğu kimi bizim də belə pastel yığan yerimiz var. İlk öncə başlayırıq anamın cehizlərindən, birinci onları havalandırırıq. Bu da adı kimi özü də çiçək olan mənim tonton nənəm. Pəncərələrimizi də arab sabunu ilə foşur yuduqdan sonra düşürük həyətin canına. Əməliyyat edəcəymiş kimi əlcəklərimi də taxdım. Mənim valideynlərim qışda Bakıda, yayda isə kənddə yaşayırlar. Ona görə də hər dəfə Bakıdan gələndə bu vəziyyətdə olur həyət baca. Biraz çay fasiləsi verdik, biraz da qonşularla çənə döydük. İndi isə gedək görək atam nə edir. Dana dişiye, qarğa yiyə, saxsaxayla qardalını tezelden əkiren. Dana diş kəsib bunu. Sonra da deyirsiniz ki, dana dişini niyə öldürmüşsünüz? Çatdıq ən sevdiyim məqama. Təzə növ haçadır bu. Pastellərimiz də havalandı, indi isə yığacağıq yerinə. Yay-qış demədən bütün kəndi zəhləsini tökən, adını belə bilmədiyimiz bu böcəyi də evdən təmizlədikdən sonra keçirik evin yaraşığı olan pərdələri taxmağa. Anamın bizə aldığı hədiyyələri və axşam yediyimiz azmış kimi qalan qırçıları da götürüb gəlirəm öz evimə. Ümid edirəm ki, belə edən tək mən deyiləm. Bu arada qırçıları bir də belə sınayın, çox dadlı olur.